Marşrut bu dəqiqə qapının ağzından keçdi. Hər birini salamlayıram. Xırdalanda səbəb dəyənəkləri tapmışam ki, şəxsi tikili 3 otaq. Mətbəx ayrı, hamam ayaqyolu ayrı. Həyətə maşın daxil olur, avtobus da evi qabağından keçir. Düz metroya. Necədir sizlər üçün? Qiymət də ki, bal kimi. Həyətini göstər. Evin bax belə bir həyəti var. Rahat həyətə maşında. 2 maşın rahat. Birini orada saxla, birini burada saxla. Gəl buradan da göstər. Həyəti bax belə bir geniş həyəti var. Burada əl üzü yulandı. Şəxsi tikili bir evdir. Şəxsi istifadə üçün tikilib, ehtiyat su bakından tutmuş, nə bilim, kombisi, radiatoru, hər şeyi var. Burada hamamı sanuzeli. Ayaq olsunu göstərdiyi ayrıdır. Bax, bura kombi otağıdır. Artıq əşyaları da yığa bilərsiniz. Raşotkasızda da hər şey var. Bir dənə zalın genişliyinə bax. Göstər tam ətraflı. Buradan çıxacaq, bax, indən deyirəm, ha. Kondisioner çıxacaq. Bir də içəridə paltar yuyan soyucu var. Onlar çıxacaq. Qalan nə görürsənsə, nə var ki, onunla başqa heç nə yoxdur. Radiatorlar, zatlar var. Sonra lüstruz var, qalacaq. Geniş zalın göstərdik. Keçirik. Buradan evin yataq otağına. Bax, geniş yataq otağı. Elə bir də pəncərəsinin qarşısı bağlıdır. Bağlı deyil, açıq, göstərəcəm. Radiatoru yerində, qoşadaş padvalına bax, hər otağın özündən padvala düşmək üçün yeridir. Gəl, göstərdin oranı. Keçirik. Bir dənə də zal göstər, mənə xoş gəldi bu zal. Görünə genişdir, nə var? Keçirik buradan da evin ikinci yataq otağına. Bu da geniş yataq otağıdır, qəşi səliqəli. Hər şey, aboyu, qapısı, laminatı hamısı təzə qoydu. Laminatörü taxtıdır əslində. Buradan da bir dənə iri mətbəx. Ölçüyə bax mətbəxə. Mətbəxdən də göstər. Damına çıxmaq üçün yer. Üstünün çoyunu polu, steqlavatı, hamısı vurulub. Geniş mətbəx. Mebeli yığandan sonra stolsuz qoydun, əyləşdin burada. Çayın, çörəyin, gündəlik tədarükünü görə bilərsən. Həyətinə maşın girən bu qiymət əleyb olmamışdır. Cəmi cümlətanı qiymət 66.500 manat. Avtobus düz qapının ağzından keçir. Bax, tələsən, sonra gecikəcəksən. Sağ olun, özünə müqayət olun.